Hörmət yoxsa sevgi? Sevginin təməl dayaqlarından biri hörmətdir. Çünki Hörmət adam var ki, yoxdursa, həyat sevgi ilə davam yoldaşına edər necə mi ailə? döyür, necə söyür. Biz qətiyyən pisləyirik. Amma nə edirik? Sonra ölürəm sən üçün. Sən çox sevirəm, sənsiz mən yaşaya bilmərəm. Burada artıq hörmətdən söhbət gedə bilməz. Vəhşi sevgidir. Yəni necə vəhşi sevgi? Yəni meşə sevgisidir bu. Kör-köranə sevgi. Kör-köranə və ola bilər ki, həqiqətən sevir. Yəni bu savadsız sevgidir. Əgər hörmət yoxdursa, orada sevgi həlledici rol oynaya bilməz. Oradakı sevgi nəyəsə görə sevgidir. Yəni o adam orada sevgiyə başqa şeyə görə dayanıb onu sevgi olaraq adlandırır. Hörmət yoxdursa. Bəs sevgi yoxsa vərdiş? Görməyəndə darıxıram, amma sevdiyim üçün yox, görməyə alışdığım üçün. O da çox böyük təhlükədir. O cür insanlar həmişə müqayisə eləyirlər. Hansı yaşda sevgi insanı tam varlığı ilə ələ alır? 19-25 yaş arasında olan sevgi şəxsin imajına görədir. 25-35 arası pul gücü ilə. 35-40-dan sonra isə daha çox eşidiləcəm, duyulacam, görüləcəm, əlimdən tutacaq, istədiyim anda yanımda ola biləcək.